Gündə 10-15 dənə video çəkməyə rahat yolda odur ki, ətrafınızdakı insanlar sizin düşüncədədirsə. Əgər başqa, məsələn, hər siz video çəkəndə yanınızdakı adam sizi lağ eləyirsə, sizlə, yəni çalışır ki, sizi saxlasın da. Çünki bilir ki, hər bir video çəkiliş sizin sabahki günə bir şansdır ki, daha çox gəlir əldə eləyəsən, daha çox məhsul satasan. Və inanın ki, siz yaxınlar, dost bildiyiniz insanlar, ətrafınızda olan o dost bildiyiniz insanlara bəlkə də əksəriyyəti onu istəmir. Çünki hər kəs bir-birinə paxıllıq eləyir. Yəni, hər kəs deməyim, mən özüm gördüyümü deyirəm. Ne deyəsiniz ki, sən düzgün dost seçməmsən. Bəlkə də o da ola bilər, düz deyirsiniz. Amma yəni, əksər başqa blogerlərdə başladığında hər kəs o söz deyir ki, yaxınlar, dostlar heç kim dəstəkləmir. Amma o ki, əlindən nəsə bir iş gələndən sonra görürlər ki, nəsə bir uğur əldə eləmişsən. Onda o ki, yavaş-yavaş sakitləşirlər, sonra yaxınlaşırlar. Deməyim nədir? Deməyim odur ki, video çəkilişə başlamadan çalışın ki, eyni düşüncədə insanlar, onlar da çəkiliş eləsin. Onlar da o temada olsun, belə deyim. Onlarla çəkiliş etməyə, davam etməyə rahatdır. Yəni ki, tək.